Əbdüləzim Əbülfət Əhmədoğlu 1946-cı il təvəllüdlüyəm. Qərbi Azərbaycanın Ağbaba mahalının Yenyol kəndində doğulmuşam. 10 il orada müəllim işləmişəm. 66-cı ildən 75-ə qədər, 75 daxil olmaqla. Sonra köçmüşəm Şamaxıya. Şamaxıdan da köçmüşəm 82-ci ildə köçmüşəm Bakıya ailəliklə. İndi də burada Bakının Suraxanı rayonunda yaşayıram, Əmrüzün kəndində. Belə. Öz kəndinizi təsəvvürünüzdə yarada bilərsiniz? Kəndimiz, deməli, kənd yerləşir Arpa çayından 1 kilometr aralı dağın dibində. Dağın üç tərəfi onu dağ əhatə edir, çox uzaq dağlardır, sıldırımlı qayalardır. Kənddə 88-ci ildə cəmaət oradan çıxanda 300-dən çox təsərrüfat var idi. Deməli, əksəriyyəti Bakıya köçdü cəmaət. Rayonlara dağıldılar, orada nəsə əmələ gəlmədi. Hamı Bakıya yığışdı. Elə. Kəndiniz necə yaranıbdır? Kəndimiz bu qədimi kənddir. Kənddə qədimi qəbirlər var idi. Çox böyük qəbir daşları var idi. Belə üstündə cürbəcür şəkillər, nə bilim, buğa şəkli, qoyun şəkli və nəsə yazılmışdı. Və evlər də olubdu. Deməli, hardasa bir 300 il bundan əvvəl Namaz adında bir nəfər yaylağa gəlib gedirmiş ora. Yay vaxtı, deməli, mal, qoyun saxlamaq üçün çox münbit bir torpaq olub. Sonra bu məsləhətləşib ki, balam, nə hər dəfə gedirik, gəlirik, gedirik, elə burada evlər də var, ərazi var, yaxşı bulaqlar var, elə qalaq burada. O vaxta kimi, onlar oraya gələnə kimi o kəndin adı olub, qədimi kənd olub, yaşayış olmayıb. Olub, orada Albanlar yaşayıb. O qəbirlər, ev yerləri var idi, belə qalaça var idi, qalaçada qalalar var. Üstü örtülü kənd olub. O kişi oraya köçəndən sonra o kişi də Qarayağız kişi olubdu, Çopur kişi olubdu. Nənəmzad deyirdilər ki, ona görə də qara namaz və hara gedirsən, qaranamaz yaşayan kəndə qaranamaz, elə də kəndin adı qaranamaz qalıb ta 1932-ci ilə kimi. 1932-ci ildə Qərbi Azərbaycanda kütləvi sürətdə coğrafi adlar dəyişildi, erməniləşdirdi və adını qoydular Yeni Yol. Orada da kolxoz yaratdılar, Ernest Telman adına kolxoz. Almaniyadan gəldi, qurdu ki. Bax belə. Və o kənd 1988-ci ilə kimi də Azərbaycanlılar yaşayıblar orada. İndi yaşayış var. Bəli. Əhali nə qədər olar? Vallahi əhalisinin tam sayını deyə bilməm, amma ev təsərrüfat 300-dən artıq idi artıq. Onu dəqiq bilirəm. Məsəl üçün, bizim kənddə ən azı 20-30 qəhrəman ana var idi. Ən aşağısı. Hələ 9, 8, 7 uşaq olanları demirəm. Məsəl üçün, Torpaq Komitəsinin sədri var idi, Qərib Məmmədov. Onlar 9 qardaş, 6 bacıdılar. Bir atadan, bir anadan. 15 uşaqdılar. Yəni, artım güclüydü. Ona görə cəmaata iş çatmırdı. Tədricən köçürdülər cəmaat. Dolanışıq çətinləşirdi. Həm də tədricən ermənilər karşıdarlığı zadı bütün erməni dilinə çevirdilər. Ona görə də cəmaat məcbur idi, köçürdü. Bax belə. Kəndinizin məktəbi, xəstəxanası? Azərbaycana nisbətən Qərbi Azərbaycan ərazisində kəndlər, mən öz rayonumuzu nəzərdə tuturum, o cümlədən öz kəndimi tuturum.
orada inşaat daha çox gedirdi. Məsələn, bizim kənddə pavilyon var idi. Belə əməlli başlı pavilyon idi, orada dərzixana, nə bilim mən nə. Məktəb tipovoy məktəbi idi. Köhnə məktəb də qalırdı. Onu elə belə təvəccüh köçmüşdü. Ama tipovoy paraboata filan sizə deyim ki, orada qışda bizdə 20-30 dərəcə şaxta olurdu, nardı. Amma məktəbə girirdim, tam isti. Saray var idi. Dvarec. Oranın rejissoru, nə bilim mən nə belə Mədəniyyət bir klubu. ki, teatr tipli şey idi. Sonra çayları, bulağı, O bağı. kəndin içindən 2 çay keçirdi. Kəndi deməli 3 yerə 2 çay ayırırdı. O çaylar gəlib kəndin ayağında birləşib arpa çayına tökülürdü. Arpa çayına tökülürdü. Məsəl üçün yersiz müəllimlər üçün müəllim evi tikmişlər 2 mərtəbə. Yəni Qərbi Azərbaycan bilirsiniz, o gəlib tikib eləyəndə onlarla söhbət eləyirdi. İndi fəhləsi düzdür, Azərbaycanlılar olurdu. Amma indi prarabıdır, ermənilər ki, bu nəyə tikirsiniz belə? Deyirdilər, özümüz üçün tikirik də. Son nəticədə də doğrudan da elə özləri üçün tikilər də. Dalımıza yük gətirmədik ki, onların hamısı tikilən yerində qaldı. Amma indi xarabadır. Hamısı bu peşlə mən hərdən bir kəndə baxıram. Çox bərbad haldadır, amma yaşayış var kənddə. Hardasa bir 10 il, 10-15 ailə yaşayış var. Məsəl üçün, qışda hər yan qar olur, görürsən ki, tüstü çıxır. Deməli, orada yaşayış var və yaxud qapısında görürsən, texnika var. Poçt var idi, belə. Deməli, cəmaət varlanmışdı amma. Hesablarından məlum oldu ki, yeni yolda əmanət qassasında əhalinin zəhmət göstərin, ora yatırtdığı pul rayon mərkəzindən artıqdır. Çünki ətraf kəndlər də gətirib orada Düzkənd, Çaybasar görülür və yeni yol poçtuna pulunu etibar eləyirdi o əmanət qassasına. Yaxşı əmanət qassası var idi, dəyirman var idi. Əvvəllər su ilə işləyən dəyirman idi. Mənim uşaq vaxtında yaxşı yadıma gəlir, dağın dörtdə. Onun daşını Fransadan gətirmişlər. Sonra elektriklə oldu. Elektriklə olandan sonra çox işlətmədilər. Belə, nə bilim mən, deyirdilər ki, su ilə işləyən dəyirmanın unu daha dadlı olur, belə deyirdilər. Belə mağaza var idi, böyük mağaza idi. Belə özdə samballı mağaza idi. Heç olmayan kimi. Da bir də kölələr də ki, öz yerində də təbii. Kəndinizin inancı, bir də yəni elə ona uyğun abidələr. Bilirsiniz, abidələr belə ki, mən balaca uşaq olanda o bizim kəndin mərkəzində Sultan müəllimgilinin evi idi. Bir də sonra dükan tikdilər orada. Böyük bir univermaq tikdilər. Orada böyük qəbir daşları var idi. Biz onların dalında Stempers balaca uşağı idi, oynuyorduk. Onlar univermaq tikiləndə hamısını qırdılar. Çünki o erməninin dövrüdür. Üstündə yazıları oxuyurlar ki, bu Albanlardan qalmadır. Həmin o şeydən Qalaça dağı var idi. Deməli, vaxtsa qala olub orada, müharibəcət gedib yəqin belə çıxıb dağılmış, amma üzü güldürür də, bu şeylirsən, divarları qalır, nə bilim mən, mağaralar var idi. Yaşar müəllimgilin kəndi, qonşu kənddə, Göllü kəndində şül var idi. O Marno Şulaverlə qohumluğu var idilər. Orada nəsə uğurlu olmuşdu. Demişlər ki, şül gətirib gizlədər burada. Gürcüstandan polislər gəldi və onu söyləyəndə mağaraya baxdılar ki, axı Gürcü deyil, buraya bütün Gürcüstanı buraya
gizlətmək olar. Elə böyük mağaralar var idi. Qayanın altına nə bilim deyirlər, nə bilim harasa gedir belə. Onu heç kim cəhd edib içinə getmək belə vahimə basırdı. Mən bizim kənddə olan dərədə var idi, bir-iki dəfə 2 metr, 3 metr belə vahimə basır adam belə nəmlik, belə orada adam çəkmiş, qorxur da bax belə. 2 metrdən artıq cürət eləyib getmir. Onlar təbiidirlər o mağaralar, yoxsa kimsə onu inşalar? Təbii, bilirsiniz nədir təbiidir? Onlar təbii deyil idi. Onun nəysə o dövrdə çəkmişlər o. Məsələn o deyirlər ki, bizim kənddə mən girdiyim mağara, deyirlər ki, o qalaça dediyimiz qaladan o dəriyə yerin altı ilə çəkiblər. Bax elə 300 il, 500 il, 700 il, neçə yüz il onu deyə bilmərəm. O vaxt o insan əlinin bəhrəsi idi. Siz deportasiyadan qabaq köçüb gəlibsiniz. Amma deportasiyadan nəsə bilirsiniz, yəni orada... Deportasiyadan mən qabaq gəlmişəm. Amma bu deportasiya mən də yaşamışam. Belə ki, mən orada kənddə evim var idi, qoydum, gəldim. İnsanların oradan necə köç elədi? Və orada mən bütün qohumlarım, o cümlədən bütün kəndli məsəl üçün, Görlü kəndin cəmaəti olsun, hamısı mənim həyat yoldaşımın qohumları idi. Öz kəndimdə öz kəndimdə. Və həmin o vaxt deportasiya vaxtında, məsəl üçün, bizim gəlirdilər, ev axtarıb tapana qədər, kimin harada imkanı var idi, orada qaldı. Bu cümlədən bizə də pənah gətirənlər olurdu. Qalırdılar, ev tapırdılar, alırdılar, eləyirlər. Ölənlər də oldu bizim o cümlədən rayonda da. O vaxt bizim cəmaətin əsas xilaskarı Gürcüstan yolu oldu. Ora Qaraxaç deyirlər. O Qaraxaç oktyabr ayından sonra bağlanır, oradan getmək mümkün olmur. Amma o ili, o deportasiya olan vaxtı Allahın işi idi. Oraya yol bağlanmadı. Bütün kışı cəmaət o yolla gəldi. Məsəl üçün, Əzböyük Qaraçəntə kəndindən Abdullah kişi var idi, Böyük Vətən müharibəsinin iştirakçısı idi, çoxlu da orada medalı var idi, əlil idi. Ki, mənə dəyməzlər, o maşını deməli Leninagan, Kiravagan yolu sürmüşdü, onun maşını dəriyə malını özündə şeyləmişdi. Amma o Qaraxaçla orada yaşayış yoxdur və yaxındır bizə. 1-2 saata sən gəlib çatırsan baş keçidə. Dımanis rayonunun adı qədim baş keçiddir. Ona görə o baş keçid bizim cəmaatı xilas elədi, kömək elədi. Son olaraq demək istədiyiniz nəsə bir? İndi məsələ belədir ki, bu həmişə belə olur. İndi biz vidalaşacağıq, siz də gedəcəksiniz. Sonra başlayacağım, filan şey demədim, filan şey qaldı.